Salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Mən bu günlərim Ağdam rayonunun Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndinə gəlmişəm və burada xəstə bir uşaq var. O uşaqla sizi tanış edəcəm və sizə bir müraciətim var dəyərli izləyicilərimiz və bütün Azərbaycanda yaşayan nə qədər vətəndaşlarımız var və başqa ölkələrdə yaşayan həmvətənlərimiz var. Onların hamısına buradan müraciət edirəm və demək istəyirəm ki, dəyərli izləyicilərimiz, bugün bu övladımıza biz dəstək olmalıyıq və 50 qəpik də olsa, 1 manat da olsa bu uşağın müalicəsi üçün köməklik eləməyini sizdən xahiş edirəm. Və dəyərli izləyicilərimiz, ekranda ailənin əlaqə nömrəsi olacaq və kart nömrəsi olacaq. Siz özünüz nə kömək etsəniz və bu dünyada çox böyük bir xeyirxahlıq eləmiş olarsınız və sizə müraciətim budur. Daxil oluruq evə və balaca balamızla sizi tanış edək dəyərli izləyicilərimiz. Salam. Salam, hoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Cəmiyyət olmasa bizə qardaşımızın bir yerini göstərərdiniz. Gəl bəy. Salam aleyküm. Aleykümselam. Saxlayın, saxlayın. Qoy mənimlə görüşürəm. Salam verin. Ay maşallah, ay maşallah. Necəsən? Yaxşısan? Ağılı belə. Yaxşı ol, yaxşı ol. Gözəl anamız, bu balamızın nə problemi var? Nədir bu? Problemi odur ki, qadın alıbdır. Yerimir. Ne kadar da həkimlərə aparır. Həkim deyir gerek bunu 3 il gətirəsin. Albadan. Bunu İrandan belə aparmış. Apardığımız yerlerde de belə deyər də hamı deyir ki biraz yaxşılaşır. Müalicə olunduqca yaxşılaşır. Ha, sonra nə oldu? Müalicəsi dayanıb yoxsa hal-hazırda davam edir? Dayanır ama indi Bəli. imkanımız çatmır bir dəfə. Həqiqətən də çatmır. Ha, başa düşürüz. Və Həkim də deyir ki kəsmə müalicəsinin arası. Bir neçə il dalbadal gəlir. hətta müalicə padriyat getməli ki, təsiri getsin. Təsiri olur. Bəli. O da vallahi 1000 manata başa gəlmir, 2000 manata başa gəlir. Çox Ümumi uşağın müalicəsi üçün nə qədər vəsait lazımdır ki, bu övladımız yəni normal bir hala gəlsin, çıxsın, yəni sağalsın. bir dəfə yatmır 20 gün. O 20 günə 5000 pulu çıxır. 20 günə 5000 manat pulu Pulu çıxır. O deyir apar Bəli. 10 gün fasilə verir, masaj zat dayansın. Bəli. 10 gündən sonra bir də gətirir. Həmin Bəli. 5000-i bir də apar keçirir. İndi əhalidən biraz sonra dəstək istəyəcək, dəyərli izləyicilərimizdən dəstək istəyəcək, imkanı olan şəxslərdən, yəni dəstək alacağıq. İndi inşallah ki, vətəndaşlarımız hamısı özləri bilir ki, bu insan nə vəziyyətdədir, bu xəstə balamız çox bərbad vəziyyətdədir. Yəni bu da gələcəyin bir əskəridir, gələcəyin bir igid Atası oğludur. kimi gələcəyin bir qazisidir, gələcəyin bir Bəli, torpaq bəli. qoruyanı. Adi buna bircə dənə iynə vurur 1 qram. Bəli. 1800 manat. Bəli. Bu nə vaxta qədər belə davam edəcək ki, bu uşaq sağalsın? Yəni nə qədər müalicə lazımdır? Deyir 18 yaşına qədər bu cür müalicə alsan, evdə qalmasan, biz dediyimiz kimi gətsən 18 yaşına qədər yeriyir. Pulun olsa Türkiyəyə də göndərərik, Bəli. apararsınız, görər yoldakı həkimlər nə deyir. Ona da ora aparmaq üçün ən azı bu uşağa 25.000 manat pul lazımdır. Ümumiyyətcə, yəni bu uşağın müalicəsi 25.000 manat məbləğində vəsait yığılsa, bu uşaq yəni normal bir həyata qayıtar və normal vəziyyətdə yəni görsənlər, düşər, Bəli, yapar, həkim şəraitində. bəli. Sonra da bu yeriyir, Allah'a. Allah özü kömək olsun. Allah biz də buradan Azərbaycanda yaşayan bütün vətəndaşlarımıza və başqa ölkədə yaşayan bütün həmyerlilərimizə gələcəyin bir əskəridir bu qardaş. İnşallah sağalsın. Bu qardaş gələcəyin bir əskəridir və sizə müraciətim odur ki, hər biriniz 50 qəpik də olsa, 1 manat da olsa bu ailəyə köməklik eləyək. Ailənin, yenə deyirəm, kart nömrəsi ekranda olacaq. Bu ailəyə dəstək olmaq lazımdır, əziz izləyicilərimiz. Bu ailə çox bərbad vəziyyətə düşüb. Yəni bunlar belə başa düşürəm ki, bunlar yəni imkanı yoxdur ta bu uşağı müalicə etdirməyə. Ona görə də bu uşağın müalicəsi dayanıb hal-hazırda. Dayanıb da deyirsiniz müalicə. Hə, dayan. Buna görə də imkanları yoxdur və dəyərli izləyicilərimiz, hər biriniz 1 manat belə olsa atsanız, maşallah Azərbaycanımızın əhalisi çox böyük. Yəni belə başa düşürəm ki, bizim Azərbaycanın çox mərd oğlanları var. Bizim Azərbaycanın çox gözəl anaları var, çox gözəl bacıları var və imkanlı şəxsləri var. Bunlardan mən kömək istəyirəm balaca balamıza. İnşallah Allah şəfasını versin. İnşallah mən Azərbaycanda yaşayan bütün vətəndaşlarımıza güvənirəm. Mən bilirəm ki, bizim bu övladımız
sizin köməkliyiniz nəticəsində çox aktiv vəziyyətə gəlib çıxa biləcək və inşallah böyüyəcək, sağalacaq və gedib vətənimizə xidmət edərək, sonra qayıdıb gəlib bir ailə həyatı quraraq gözəl bir ailə yəsi olacaq inşallah. Mən sizdən kömək gözləyirəm, dəyərli izləyicilərimiz. İnşallah ki, bizim bu ailəmizə kömək olunacaq. Allah xəstəmizin şəfasını versin. Bunun üçün İmkanlı şəxslər, o qədər Azərbaycanın imkanlı oğlanları var. Bəli. Onu elə adam var ki, biri də bunun boynuna çəkər, bunu həkim də tapar, həkim yeri də deyər. Kimsə mənə həkim yeri desə, özüm evimi də sataram, amma bunu apararam. Həqiqdən də evimi satdığa qoyub, evimi sataram, amma lic bu yeriz. Bəlkə bu videonun çəkilişinə həkimlərdə baxır. Hangi həkim bu uşağı yeridə bilərsə, o da zəng edib bizə deyə bilər, istəyir Rusiyada, istəyir Moskvada. Kim halda desə yeridirəm uşağı, mən bu uşağı apararam. Bəli, inşallah sizə həkimlərimiz də kömək edər. İnşallah vətəndaşlarımız da sizə maddi dəstək olacaq inşallah. Mən belə başa düşürəm ki, tez bir zamanda bu maddi vəziyyət düzələcək və bu dediyimiz məbləğ yığılacaq. Bu övladımız inşallah ki, şəfasını tapacaq və ona görə də əziz izləyicilərimiz, yenə deyirəm, Allah gözəl kömək lazımdır. Bütün Azərbaycan xalqından, Azərbaycanlılar hər ölkədə yaşayır. Qıraq ölkədə yaşayan Azərbaycanlılardan kömək istəyirəm ki, mənim bu balam yerisin. Mənim nəfəsimi bununla allam, ayrı oğlanlarım olduğuna baxın. Bu da istəyir öz taytuşları ilə bərabər məktəbə getsin, oynamağa çıxsın, atası kimi getsin vətəni qorusun, qazi bir oğlan olsun, gəlsin. Nənə, bu müharibəyə gedəsənmi? Ermənilərlə döyüşərsənmi? Yerisən əskərə gedəsənmi? Allah qorusun. Allah inşallah xala şəfasını versin. İnşallah ki, ona bütün izləyicilərimiz də baxır. İnşallah ki, dəstək olarsınız. Çox sağ olun izlədiyiniz üçün təşəkkür edirəm. Kömək gözləyirəm hamıdan. Əziz dəyərli izləyicilərimiz, yenə xatırladıram, sizin nəzərinizə çatdırıram ki, ekranda bu ailənin kart nömrəsi var və əlaqə nömrəsi var. Zəng edib əlaqə saxlaya bilərsiniz və mali cəhətdən dəstək olmanızı hər birimiz gözləyirik. Çox sağ olun. Təşəkkür edirəm izlədiyiniz üçün.